Bismillahirrahmanirrahim. Salam əziz dostlar, xoş gördük hər birinizi. Allah ibadətlərinizi, itaətlərinizi qəbul eləsin. Allah bu ayın ehtiramı xatirinə hər birimizin günahlarından, səhvlərindən bağışlasın, səhvlərindən keçsin, bizi öz sevdiyi bəndələrinin sırasına yazsın. Biz 10 gün şükür haqqında danışdıq. Bacardığımız qədər müzakirə etdik. 10 günlüyün mövzusu o şükür idi. Müəyyən qədər əməli, qəlbi şükürlərə işarə elədik. Müəyyən qədər o mövzunu müzakirə etməyə çalışdıq. Təbii ki, o mövzu geniş mövzudur. Bacardığımız qədər konkretləşdirməyə çalışdıq. Bu 10 günlükdə isə istəyirəm günah və günahkarlıqdan danışaq. Hər birimiz bilirik ki, insan varlığında Allaha məxsusdur. İnsanın varlıq səbəbi Allahdır. Və günah mövzusu da Allah anlayışı ortaya gələndə mövzu olaraq başlayır. Allah anlayışı varsa, din anlayışı varsa, inanc anlayışı varsa, onda günah başlayır mövzu olaraq müzakirə olunmağa. Əsas məsələ budur. Deməli, Allah insanın vücudunda, insanın varlığında bir nizam qurub. Bu nizam, quruluş birbaşa Allaha tərəf yönəlməkdədir. İnsan istənilən anda hərəkətdədir. Həmişə hərəkətdə olan varlığı çox diqqətdə saxlamaq lazımdır. Misal olaraq deyirəm, bir var, uşaqdır evdə, yatıb. Yatıbsa, valideynlər ondan əmindilər, arxayındılar, haradasa ki, yatıb. Amma uşağın oyaq vaxtı, xüsusən 3, 2, 4 bu yaşlarında artıq hər şeyi bilməyə çalışır, hər şeyin dadına baxmağa çalışır, hər şeyi öyrənməyə çalışdığı vaxtda oyaqdırsa, o müddətdə xüsusi diqqət lazımdır uşağa, çünki hərəkətdədir. Hər hansı bir təhlükə ilə üzləşə bilər. O səbəbdən də valideynlər xüsusi olaraq diqqət yetirməlidirlər evladlarına. Misal olaraq, uşağı misal çəkək. İnsan da həmişə hərəkətdə olduğu olan varlıqdır. Daim hərəkətdədir və bununla yanaşı Allah insanın daxilində bir quruluş qurub, bir sistem qurub. Bu sistemdən kənara çıxarsa, kənara çıxdığı an Allahdan uzaqlaşmış olur və Allahdan uzaqlaşdığı an onun üçün günahdır. Səhvdir. Çünki artıq Allahdan uzaqlaşdığı an səhv istiqamətə gedir. Bu səhv istiqamətə getməyi artıq onun hər hansı bir günaha mürtəkib olmağına, günaha bulaşmağına səbəb olacaq. Mütləq səbəb olacaq. Burada qeyd edeyim, diqqət eləsəz, Ramazan ayı bizi sanki bir müddət həyatdan ayırır. Yəni, mübarək Ramazan ayı bizi yaşayış tərzimizdən ayırmağa çalışır. Və dualar, zikirlər də hamı bunu göstərir ki, əvvəlində Allahdır, duaların ortasında Allahdır. Fikir versəz, çox Allahı zikr eləyən, Allahı xatırladan dualar var. Ramazan ayı bizi qaytarır fitrətimizə. Bizi fitrətimizə qaytarmaq üçündür. Qaytarır bizi ki, o köklü sistemə qaydaq, köklü nizama qaydaq, orada özümüz haqqında düşünməyə başlayaq. Bəzi hallarımız olur ki, orada özümüz haqqında düşünməyə başlasaq, çətin mövzu da olsa işarə edib keçəcəyəm, orada düşünməyə başlasaq özümüz haqqında yenə də səhv qərar veririk. Niyə görə? Çünki o halımız Allahdan uzaq bir haldır. Allahdan müstəqil hesab edirik özümüzü. Əgər Allahdan özümüzü müstəqil, yəni ayrı hesab ediriksə, özümüz daxilimizdə yeni bir nizam yaradacağıq. Və bu nizamla yaradılış nizamı ziddiyyət təşkil eləyəcək. Elə bu səbəbdən də buradan başlayacağıq səhv istiqamətə tərəf yönəlməyə.
Biz ona görə Ramazan ayında özümüz haqqında daha dərindən düşünməyə çalışmalıyıq ki, çünki bizim hisslərimizi nəyəsə sürükləyən işlərdən Allah bizi uzaqlaşdırır. Diqqət eləsəz, gün ərzində, mübarək Ramazan ayında, gün ərzində oruc olduğumuz vaxtda biraz rahatıq. Niyə görə? Çünki əvvəldən, sübhdən öncə qərar qoyduq ki, biz axşama qədər nə yemək yeyəcəyik, nə su içəcəyik və müəyyən halal işlər ki var, onlara tərəf də baxmayacağıq. Axşama qədər olan halımıza baxdılar, görürük ki, biraz fərqli halımız var. Hətta təsdiqləyərsiniz ki, iftar açdıqdan sonraki biraz azadlıq olur insan üçün. Artıq istədiyini eləyir, istədiyini yeyir, istədiyini içir. Onda gündüzdə yaşadığı halı axtarmağa başlayır. Deməli, insan fitrət etibarilə həqiqətən də köhnə qədim yaradılış halının ardıcadır. Və bununla yanaşı insan həm də maddi aləmdə yaşadığı üçün, həm də ehtiyaclardan ibarət olduğu üçün bu ehtiyacları düzgün həyata keçirmədikdə bu halı korlanır, öz fitrətindən, köklü yaradılışdan başlayır bu bir istiqamətə yol almağa. Həzrət Əli əleyhissalam buyurur ki, hər kəs özünü tanısa, Rəbbini tanıyacaq. Çox maraqlıdır. İnsanın daxilində, insanın varlığında qurulmuş sistem birbaşa Allah tanımağa kömək edəcək ən gözəl yoldur. İnsan daxilində Allah sistemi elə qurub ki, insanın Allahı tanımağı üçün heç bir maneə yoxdur orada. Əmir əl-Mömin ona görə buyurur ki, hər kəs özünü tanısa, Rəbbini tanıyacaq. Biz çox qayıtmalıyıq özümüzə, özümüzü tanımalıyıq. Müstəqil, bütün ətrafımızdan müstəqil özümüzə baxaraq özümüz haqqında bir qənaətə gəlməliyik ki, mən kiməm və mənim daxili ehtiyaclarım nəyi məndən gözləyir, mən nəyi etməliyəm bu həyatda, mənim daxili quruluşum necədir? Əgər məni vəsvəsə etməsələr və mənim gözümdən nəylərisə cilvələndirməsələr, mən necə olaram? Mənim dostlarım, mənim ailəm, mənim cəmiyyətim, mənim yaşadığım mühit, əgər mənə hər hansı bir işi reklam edərək, bəzəyərək mənə təqdim etməsəydi, mən necə olacaqdım? Deyirlər, əsas insanın ən böyük səhvi onun özünü Allahdan uzaq bilməkdir. Özünü ki Allahdan uzaqlaşdırır və müstəqilləşir. Müstəqilləşdikdən sonra artıq yeni bir nizam qurur. Bu yeni nizamın içində öz əmrləri, öz qadağaları və öz təklifləri olur. Artıq burada onun qurduğu nizam Allahın qurduğu nizamla qarşı-qarşıya dayanır, baş-başa dayanır və əməli olaraq bəzi insanlar birbaşa köklü düşüncəyə gəlirlər, Allahla mübarizə edirlər. Bəzi insanlar da niyyət etibarilə deyil, əməli olaraq Allahla mübarizəyə qalxmağa başlayır. Niyə? Çünki onun qurduğu nizamla Allahın onda yerləşdirdiyi nizam qarşı-qarşıya gəldi. Artıq insan bu nizamı tərk elədi, bu quruluşu tərk elədi, yeni bir xətt tutdu və bu xəttin ümumiyyətlə xasiyyəti bundan ibarətdir ki, Allahdan uzaqlaşmağın xasiyyəti, xüsusiyyəti bundan ibarətdir ki, sən mütləq səni yaradanla qarşı-qarşıya gələcəksən. Çünki köklü nizamı itirdin, həqiqətdən uzaqlaşdın. Ona görə ariflər deyirlər ki, günah həqiqətdən uzaqlaşdığın andır. Elə ki, həqiqətdən uzaqlaşdın, bu sənin günah halındır əslində. Diqqət eləsək, Quran-ı Kərimə baxırıq, Quran-ı Kərim namaz üçün vaxt qoyub. Misal olaraq, vacib namazlar, sübh, zöhr, əsr, məğrib və işa. Belə desək, səhər, günorta və axşam. Quran-ı Kərim insanın əlində olan malın zəkatının çıxması üçün vaxt təyin edib, məhdudiyyət qoyub. İnsanın hac ibadəti üçün məhdudiyyət qoyub. İnsanın oruç tutmağı üçün məhdudiyyət qoyub. İldə bir ay tutacaqsan.
Bunların hamı üçün məhdudiyyət qoyub. Bütün Firudinin bəndlərinə baxsaq, görəcək ki, məhdudiyyət qoyub. Amma bir şeyə baxırıq ki, Allah orada bu deyəcəyim iş üçün məhdudiyyət qoymayıb. O nə deməkdir? Fəzkurullaha zikrən kəsira bukratan və əsila. Allahı gecə və gündüz və daimi olaraq zikr eləyin, xatırlayın. Deməli, niyə görə buna vaxt qoymayıb? Çünki bu daimi olmadıqda bir an insan Allahın qurduğu nizamdan uzaqlaşdıqda, bir an insan Allahdan özünü müstəqil hesab etdikdə mütləq hər hansı bir səhv eləyəcək. Çünki insan elə bir varlıqdır ki, həm ruh və həm cisimdən ibarət olan varlıqdır, həm mənəvi ehtiyaclarla dolu olan varlıqdır, həm maddi ehtiyaclarla dolu olan varlıqdır. O həmişə mütləq o reysdə olmalıdır ki, bu ehtiyacları icra edərkən, həyata keçirərkən onlarda səhvə yol verməsin. Yəni, bu xəttdə olmalıdır, Allahın hakimiyyətində olmalıdır. Allahın iradəsi ilə özünü tərbiyə etməlidir. İnsanın özü haqqında öz tərəfindən bir iradə qəbul etməyə düzgün deyil. Mən özümün yaradıcısı olmadığım üçün, mənim yaradanım Allah olduğu üçün və o yaradan mənim sistemimi necə qurubsa, bu sistemi məhz onun proqramı ilə irəliyə aparmalıyam ki, mən günah etmiş olmayayım. Əks halda mən özüm haqqında səhv qərarlar verərək özümü Allah yolundan uzaqlaşdıracağam. Bunlar müqəddimədir, müzakirə edirik. Biraz da qaydaq Peyğəmbər zamanına. Peyğəmbər ilk öncə gəlir, nə deyir cəmaata, insanlara nə deyir? Onlara demir ki, filan günah eləməyin əvvəldə. Onlara demir ki, filan günahı işlətməyin. İlk olaraq onlara buyurur ki, Allah Rəsulü, Qulu la ilahə illallah tuflihu. Deyin ki, Allahdan başqa Allah yoxdur və xoşbəxt olun. Peyğəmbər görür ki, bunların köklü problemi zina etmək deyil. Bunların köklü problemi yersiz işlərə görə müharibə etmək deyil. Bunların köklü problemləri hər hansı bir haramı, belə deyək, yemək, haramla qidalanmaq deyil və yaxud da halalı haram bilmək deyil. Nədir bunların köklü problemi? Bunların köklü problemi budur ki, onlar ilahi sistemdən uzaqlaşıblar, ilahi xəttdən uzaqlaşıblar, onlar həyatda özlərini müstəqil hesab edirlər. Ən ciddi problemləri budur. Ona görə Peyğəmbər onlara qaytarır ilahi yaradılışa, o köklü sistemə, istəyir onlar qayıtsınlar ora, Allahın gözü ilə özlərinə baxsınlar ki, dəyərlərini anlasınlar, sonra onlarla digər məsələləri müzakirə etmək olar. Hətta o zamanlarında, o vaxtlarında namaz da tövsiyə etmir Peyğəmbər onlara. Oruç tutmaq da tövsiyə etmir Peyğəmbər onlara. Nə tövsiyə edir? Ancaq əsas tövsiyəsi budur ki, la ilahə illallah, qulu la ilahə illallah tuflihu. Deyin la ilahə illallah, xoşbəxt olasınız. İmam Musa Kazım əleyhissalam bir evin qabağından keçirdi, bir evin qarşısından keçirdi. Gördü ki, evdən, üzr istəyirəm, xoşa gəlməyən bayağı haram musiqi səslər gəlir. Artıq müsəlman cəmiyyətidir. İmam Musa Kazım görün neçənci əsrdə yaşayır? 7-ci imamdır. İmam Musa Kazım əleyhissalam gördü o evin qarşısında bir nəfər dayanıb. Ondan soruşdu ki, bu evin sahibi ağadır ya quldur? O dedi ki, ağadır. İmam Musa Kazım da cavabında buyurdu ki, görsənir, əgər qul olsaydı bu cinayətləri eləməzdi. Bu növ haram məclisi təşkil eləməzdi. İmam Musa Kazım bu sözü ilə ona başa salmaq istədi ki, yəni sən Allahın qarşısında bir ağalıq cəbhəsi yaratmısan və Allahla baş-başa qalmısan. Sən müsəlman olaraq müsəlman deyilsən, qul deyilsən. O sistemdən uzaqlaşmısan, özün üçün yeni bir sistem qurmusan. Ona görə deyirlər, insan hər hansı bir günahı ilə, qeyd etdim, ola bilsin bilməyərəkdən olsun, ola bilsin bilərəkdən olsun. Amma bilməyərəkdən olsa belə, insan hər hansı bir günahı ilə Allaha meydan oxumaq mövqeyindən çıxış edir.
hər hansı bir günah eləyirsə, bu Allaha meydan oxumaqdır. Niyə? Çünki onun nizamının qarşısında yeni bir nizam qurur. Bizim günahlarımızın başlanğıc səbəbi nədir? Axtaraq görək, bizim fitri xüsusiyyətlərimiz necədir? Axtaraq görək, bizim fitri xüsusiyyətlərimiz necədir? Bizim yaradılışımızın mahiyyəti necədir? Allah bizim varlığımızda, vücudumuzda hansı sistemi qurub, o sistemin içində hərəkət etsək, bizim günah etməyimiz qeyri-mümkündür. Bizim günah etməyimizin əsas səbəbi ilahi sistemi qəbul etməyib, ilahi iradə əsasında hərəkət etməməyimizdir. O səbəbdən də günaha mürtəkib olmağımız rahatlaşır. Ona görə də bu mövzuları müzakirə edəcəyik. İnsan biraz özümüz haqqında düşünək. Mübarək Ramazan ayıdır. Özümüz haqqında düşünməyimiz olduqca əhəmiyyətlidir. Qarşıdan da Qədr gecələri gələcək və o gecələrdə bir gecəyə dəyişmək üçün görək özümüz haqqında köklü, əsaslı və dəqiq bir qənaətə gələk ki, mübarək Qədr gecələrində dəyişməyi bacaraq və Allah da bizim dualarımızı qəbul etsin. Allahdan istəyirəm bizləri özünü tanıyan bəndələrindən qərar versin və Allahın iradəsinə tabi olan möminlərdən qərar versin. Allah ibadətlərinizi qəbul eləsin, dualarınızda mənə də yaddan çıxarmayasınız. Vəsselamu aleykum və rahmetullahi və bərəkatuhu.